Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün yenə də möhtəşəm bir mənzillə sizin qarşınızdayıq. İlk öncə onu qeyd edim ki, mənzilin qiymətində endirim olunub, yəni 20.000 manat endirim olunub. Video sona qədər baxın, qiyməti, bütün məlumatları, hər bir şeyi sizin nəzərinizə çatdıracağam. Yeni təmirdən çıxmış geniş 3 otaqlı mənzildir. Çox bəyəndiyim mənzillərdən biridir. İnanıram ki, siz də bəyənəcəksiniz. Yerləşir Nəsimi rayonu Salamzadə küçəsində. İndi mən mənzildə olan bütün hər bir şey, hər bir detalı sizin nəzərinizə çatdıracağım. Başlayırıq giriş hissədən. Giriş qapımızı görürsünüz. Daxil olduqda solda böyük güzgümüz yerləşdirilib, gizli işıqla. Burada sağ tərəfdə isə divar içi şkaf yığılıb. Gəlin içərisində göstərim. Dərinlikdə yaxşıdır. Bütün əşya, paltar, ayaqqabı, hər bir şeyi tam rahatlıqla yerləşdirə bilərsiniz. Daxil olduqda burada tresor hissəni görürsünüz. Yenə güzgülər yerləşdirilib, işıqlar, işıqlandırmada lüstr və spotlardan istifadə olunub. Giriş hissə çox genişdir. Döşəməsi qranitdir, üstü döşəmə ilə təchiz olunub. Divarlarda keyfiyyətli emulsiyadan istifadə olunub ümumilikdə. Otaqların yerləşməsini sizin nəzərə çatdırım. Girişdən üzbəüz burada mənzilin çamaşırxanası yerləşir. Buranı artıq gördünüz. Mənzilin qonaq otağıdır. Burada ümumi sanitar qovşaq, mətbəx, orada isə 2 yataq otağı yerləşir. Gəlin elə başlayaq. Qonaq otağından bir-bir hər şeyi sizə göstərim. Çox geniş qonaq otağımız var. Ümumiyyətlə mənzildə önəmli olan sahələr əsasən qonaq otağı və mətbəxdir və bu mənzilin də proyekti çox gözəldir. Geniş qonaq otağımız var. Kvadrat şəklindədir. Yəni dar uzun otaq deyil. Bütün əşyalar da hər bir şey görürsünüz. Tam rahatlıqla yerləşdirilib. Əlavə olaraq mərkəzdə də boşluq ərazi kifayət qədəri qalıb. Burada nəyimiz var? Divanımız yerləşdirilib bu hissədə. Mərkəzdə gözəl jurnalni işıqlar, dizayna uyğun tablolarımız yerləşdirilib. Divarda ləpkə işləmələr. Mərkəzdə böyük gözəl lüstrumuz, gizli işıq spotlar da öz yerində. Burada 8 nəfərlik masamız yerləşdirilib. Böyük pəncərəmiz, pərdələri asılıb, hazır vəziyyətdədir. TV stand bu hissədə yığılıb, solda aşağı isə şkafdır. Televizorda yerləşdirilib, hamısı hazırdır. Yəni nə görürsünüz, hər bir şey qiymətə daxildir. Burada mebel daraqlardan istifadə olunub. Bütün mebel texnikalar, hər bir şey mənzilin qiymətinə daxildir. Burada mən sizə göstərim mənzilin sanitar qovşağın ümumi olanı. İçərisi də çox genişdir. Dediyim kimi mənzilin ölçüsü ümumilikdə böyükdür. 140 kvadrat ölçüsü var. Burada duş kabinimiz yığılıb, geniş ölçüdə. İçərisi də rahatdır. Deməli, nişalar, divar içi aksesuarlarına istifadə olunub. Gözəl moydadırımız böyük güzgü ilə bu hissədə divar içi ünitazımız yuxarısında şkafda yığılıb. Bütün əşyalarınızı yerləşdirmək üçün, yəni mənzildə hər bir şey nəzərə alınıb. Buradan gəlin mən sizə göstərim. Girişdə bayaq qeyd etdim, mənzilin çamaşırxanası burada yerləşir. İçərisi də dediyim kimi genişdir. Burada paltarlarınızı yuya, ütüləyə, yığa, hər bir şey. Bunun üçün nəzərə alınıb, görürsünüz, paltaryan da yerləşdirilib. Burada hamısı hazırdır və dedim artıq giriş bu hissələr hamısı qranit olan yerlər üstü döşəmə ilə təchiz olunub. Buradan mən sizə göstərim mənzilin mətbəxini. Mətbəxin də ölçüsü çox genişdir. Bayaq qeyd etdim artıq əsas önəmli olan yerlər qonaq otağı və mətbəxdir. Ümumilikdə mənzildə mətbəxin də genişliyini yəqin ki görürsünüz. Burada döşəməsi, isti döşəmə burada davam etdirilib. Girişdə olduğu kimi 4 nəfərlik masamız yerləşdirilib, hazırdır. Yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimi də görürsünüz, şkaf da çoxdur. İçərisində göstərim, nümunə olaraq dərinlik barədə təsəvvürünüz yaransın. Üstü mərmərdir, sobalar, qaz peçi, aspirator, soyuducu, bunlar da hamısı qoyulub hazırdır. Ən önəmlisi, dediyim kimi, hər bir material keyfiyyətlidir. Mebellər, texnikalar, inşallah bunu canlı baxanda da şahid olacaqsınız. Kondisionerə kimi hər bir şey yerləşdirilib. Keçək mən sizə buradan göstərim mənzilin əsas yataq otağını. Mənzildə ümumilikdə gözəl rənglərdən istifadə olunur. Onu qeyd edim, divarda gözü yormur, yəni fərahdır ev ümumilikdə. Əsas yataq otağımızdır. Taxtımız yerləşdirilib, hazırdır. Sağ və sol buralar, mərkəzdə tablo, bu hissədə make-upımız böyük güzgü ilə yenə tavan hissəni göstərim. İşıqlandırmada spotlardan istifadə olunub. Buradan mənzilin eyvanına da çıxış var. Deməli, bu yataq otağının daxilində yerləşir. Əlavə ikinci sanitar qovşağımız, biri ümumi, digər isə bu yataq otağının daxilində yerləşir. Bütün aksesuarlarla
tam təchiz olunub. Burada da eyni ilə geniş duş kabinimiz yığılıb. Hamısı dediyim kimi keyfiyyətlidir. Bu hissədə də gözəl müydadırımız var. Və bu yataq otağın daxilində əlavə olaraq qardirob var. Buranı da göstərim. İçərisi də genişdir. Şkafları göstərim sağ və sol tərəflərdə. Şkaflar yığılıb. Burada böyük güzgümüz də var. Gizli işıqla. Yəni dediyim kimi çox gözəl təmiri var bu mənzilin. Burada da yenə kondisionerimiz yerləşdirilib. Keçək mən ikinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin ikinci yataq otağıdır. Buranın ölçüsü yaxşıdır. Ən əsas otaqlar kvadratdır. Yəni dar uzun otaqlar deyil. Burada yerləşməni nəzərinizə çatdırın. Taxtın yeri görürsünüz. Burada nəzərə alınıb yenə gözəl tablomuz. TV internet çıxışı əks tərəfdədir. Bu hissədə yenə divarçı şkafımız yığılıb. Bunun da içərisini göstərim. Dərinliyi də çox yaxşıdır. Yəni əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Tam axıra kimidir. Buradan da mənzilin bir eyvanına çıxış var. Mənzildə iki eyvan var. İstilik sistemi kombi görsünüz. Radiatorlarda hamısı qoyulub, hamısı hazır vəziyyətdədir. Belə, mən demək olar hər şey sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzər çatdırım. Yerləşir Salamzadə küçəsində, Tiflis prospektə yaxın, yeni tikili premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 3 otaqlı mənzildir. İdeal proyekti var bu mənzilin. Bayaq qeyd etdim. Ölçüsü 140 kvadratdır. 11-ci mərtəbədə yerləşir. Mərtəbə də yaxşıdır. Sənədlər də qaydasındadır. Çıxarışı, yəni kupçası da var. Gördüyünüz şəkildə satılır. Bütün mebel, texnika, hər bir şey qiymətə daxildir. Və qeyd etmişdim, mənzilin qiyməti 20.000 manat endirim olunub. Əvvəl 490.000, hal-hazırda isə qiyməti 470.000 manatdır. Əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.